Ana, Ay canım. bir qız var hər gün mənə yazır. Deyir, mən səndən sarı ölürəm. Hər cür şəraitim var. Nə istəsən onu eləyəcəm. Bağlanıb da mənə. Deyir, səni sevirəm. İndi qalmışam səndən onun arasında. Deyir, ya anonu seç ya da məni. Mən nağarım ana. Ədə qələti elə, necə anoşit ya məni seç? Analıq dəcər milyona, bala. Ana, indi mən nağarım da o qız məni sevir axı. Sən gene anoy tut ki. Anamı tutum. Bəli. Mən anamla yaşayacağam, ana. Yo, anan da yer yardı, arvadın da yer yardı, gözümün ışığı, başı ödür. Ana, həqiqi çox gözəl qızdır. Ana, bəlkə gedim onun yanına. Sən özüsün qalarsan da yaşayarsan. And olsun Allah'a səni mən boğaram. Ana, niyə? Qəşəng qız da Canım, gedim. mən sənin bölgə üçün sən məni atıb gedib özgə qızın yanında qalmalısan. İndi o qız eşitsə var ha. Hə. Bəlkə də gecə ilə məni götürüb evdən aparacaq. Yo, aparmaz. O, Sən indi bilsən də dövran dəyişir. Bilirsən, qızlar oğlanları qaçırdır. o başa düşəcək, görəcək ananın sözü düzdür. Ana, yox, hər gün beynimi yeyir. Hətta deyir, sənin üçün dua pıtı elətdirəcəm. Falçıya vay, gedəcəm. vay, vay. Səni deyir, evimizdən qaçırdacam. And olsun Allah'a, ikisi də oturup yandıralım. Məsələn sana. Bəli, bəli. Gecə ilə sizi oturup yandıralım, hiç xəbəriniz olmaz. Allah qələt eləmişəm.